Herkese salamlar dostlarım, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Bu günlərim sizlərlə birlikdə Proxu serveri necə qurulur və necə yüklənir və qurulur onu göstərəcəm. Videomuzu keçmədən əvvəl kanalımıza abunə olub videomuza like etməyi yaddan çıxarmazsanız sevinərəm və keçək videomuza. Tamam, indi Google'a girirsiniz. Buraya yazırsınız Astute Beta. Burada Astute Beta APK var. Onun üstündən basırsınız bir dəfə. Bir de basıp bir yere gel. Şimdi bu aşağıdaki işaretim. Bunu 100 olsun gözleyek. Ha, şimdi buradan bir şey geldi. Ha, buradan aşağı gelsiniz. Bir defa bunun üstünden bassınız. Bir defa. Sonra gelsiniz. Bunun üstünden bassınız. Free download. Bunun üstünden bassınız gene. Gene burada var ya Astute Beta download. Onu bassanız free download. Gene bassınız bunu. Ha, buradan işarelediğimi de işareledim. Onu bassız üstünden ben yüklemişim diye bir de yapmıyorum. Ha, sonra gelsiniz diye burada böyle yüklemeler var. Oradan gözlersiniz gelecek. Sonra üstünden bak bir defa basasınız. Üstünden gözlüğüm diye ha. Üstünden bak bir daha basasınız. Ben göstermiyorum değil mi? Çünkü bende var. Üstünden basasınız. Orada kuraştırın var. Kuraştırının üstünden de basasınız ve neydi? Siz oyun kısmından. İndi baxın, gələsiz oyuna, yükləyəsiz də, indirəsiz. İndirəndən sonra başlayanda mütləq misafir girməlisiniz, mütləq. Misafir girməsəniz ola bilməz də, hə. Buradan sizə uyd gələcək. Bu mənim uydum yazmayın da, mənim uydumdur bu. Hə, Proxu server. Bunun üstündən bassınız da, kopyalayırsınız ya da şəkil mənim kimi çəksiniz, hə. Sonra girirsiniz Google'a. İndi Google'a giririk. Bura yazırıq. Baxın, yazsız bura www.unlogic.beta.com. Bassız buradan belə. Bassız sizi atır. Əlinizə heç nə vurmursuz və çıxmısınız. Aydın və hasaddır. Elə bilməsəniz daha nə deyim sizə sözüm yox da. İndi bu gene 100 olur. Gözləyirik. Belə şey, bunu da gözləyirik. Burada 2-3 dəfə, 5-6 dəfə reklam gələ bilər. Ama səbir olun. Bax, mən dediklərim kimi eləyin. Baxın, burada, baxın, bax, buradan şeyində sizə başqa yerə atır. Buradan yenə çıxırsınız. Yenə atır, yenə çıxırsınız. Burada Discord'unuz varsa 3 saat, Discord'unuz yoxdursa 2 saat. Gözləyim dəqiqə. Hə, Discord'unuz yoxdursa 2 saat. Discord'unuz yoxdursa bunu bassınız. Məndə Discord yoxdur deyə mən Discord eləyirəm. Hə, buradan UID-zi yazsınız da, yəni ID-zi. Hə, bassınız, reklam atır genə bassınız. Hələ dostlarım, indi genə bassınız, çıxırsınız, bassınız, enter, bura UID-zi yazsınız. Mənim UID-im indi, dəqiqə gözləyin, hə, bu nədir? Bu reklamlar normaldır. Ama bak, benim UID'im yukarıdaydı diye bu. Ama siz bu UID yazmışsınız. Size kırmızı yazısıyla geldi. Onu şeklini çekseniz de kopyalayırsınız. Burada Verify Video Discord. Bunun üstüne basırsınız, çıxırsınız. Basırsınız. Hə. Burada indi adımlar var. Səbir. Next'i basırsınız. Məndə indi reklam gəlmə, siz reklam gələcək. Yenə çıxır. Reklam gəldi. Çıxırsınız. Next'i basırsınız. İndi 2 1 aha. Next'i basırsınız. Məndə reklam gəlmir, amma sizə gələcək. Çıxırsınız, yenə Next'i basırsınız. Hə, indi yenə Next'i basırsınız, çıxırsınız. Next'i basırsınız. Aha, indi sizə 1 saatlıq Proxu serverdə qalma şansı verdi. Hə, indi buradan çıxaq. Və giririk Proxu serverimizə. Aydın da, bunu da deyə bilməyən sözüm yoxdur. Hasandır. Sadece aydınlı. Bəli dostlarım, indi keçirsiniz. Bassız buradan. Ha, indi tempo yani burada. Ha, indi burada bak bassız mən burada yazıb ki tempo deyip ban et. Yani mən ban yemişim. Çünkü yalnız vs atasız da yani. Ben dostumla vs atmıştım indi. O da ban yedim de yani. Burada ama paltar yes gözükmedi. Ban yedim.
Size aydın şəkillər deyim. Yəni ki, proxy serverdə yəni vs atmaq olmur. Olur amma sonra ban yeyirsiniz. Mən ban yemişəm deyə. Amma kodu köçürəndən sonra olur da istədiyiniz kimi olursa amma vs atmayın. Vs atansa ban yeyir. Mən dostumla vs attım proxy serverdə. Amma sonra ban yedi. İndi isə sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bu videoya da 20 like gəlsin. Digər videolar tez-tez gələcək. Sağ olun, salamat qalın.